60 ədədinin 60% A ədədinə, 80 ədədinin 80% isə B ədədinə bərabər olarsa, kökün altında A + B ifadəsinin qiymətini tapın. Əvvəlcə gəlin 60-ın 60%-ni tapaq. Bölünsün 100. Burada sıfırlar ixtisar getdi, bərabərdir 36 və bu bərabərdir A ədədi. Sonra isə 80-in 80%-ni tapırıq, bölünsün 100 və yenə sıfırlar ixtisar getdi, bərabərdir 64 və bu da B ədədinə bərabərdir. Onlar da bizdən istəyir kökün altında A + B. Yəni 36 + 64. Bu da bərabər kökün altında 100 və bu da bərabərdir 10. Baxaq növbəti suala. Deməli, buradan bizdən x + y cəmini istəyir. İndi biz bunu əvəz etməklə də həll edə bilərik. Toplama üsulu ilə də həll edə bilərik. Mən toplama üsulu ilə həll edirəm. Deməli, yuxarıdakı tənliyi vuraram 3-ə. Onlar bizim üçün 9x çıxılsın 3y bərabərdir 9. Və o bir tənliyi də yazıram. Bərabərdir 13. Tərəf-tərəfə toplasaq, olacaq deməli 11x bərabərdir 3y-lər biri mənfi, biri müsbət olduğundan islah olundu. Bərabərdir 22-yə və buradan da x çıxdı 2. Gedib x-in qiymətini tənlikdə yerinə yazsaq, deməli olacaq 2 vurulsun 2, 4. Deməli, belə buradan yazaq. 3y bərabərdir 13 çıxılsın 4. 3y bərabərdir 9, y də bərabərdir 3. Deməli, onlar da bizdən x + y cəmini istəyirlər. Olacaq 2 + 3, bu da bərabərdir 5. Deməli, bu sualda biz elə Weyl teoremindən istifadə edəcəyik. x1 + x2 bərabər nəyə bərabərdir? 6-ya. x1 vurulsun x2 isə bərabərdir 4-ə. İndi burada gedib yerinə yazsaq, olacaq. x1 + x2'miz var 6 və kökün altında 4. Bu da bərabərdir 6 bölünsün. Kökün altında 4-dən də çıxır 2. O da bərabərdir. Cavabımız 3. Deməli, biz burada yazırıq. A bölünsün B bərabərdir 2 bölünsün 3 və B bölünsün C də bərabərdir 4 bölünsün 5. İndi biz burada yaza bilərik 2K, 3K, burada da B'yə 4K, 5K. Sadəcə burada nədir? Burada məsələn bir dəfə biz B'yə 3K götürüb, bir dəfə də B'yə 4K götürə bilmərik. Ona görə biz nə edirik? 3 ilə 4-ün əkobunu tapırıq. 3 ilə 4-ün əkobu olacaq 12. Deməli, biz nə etməliyik? Burada B-ni 12-yə gətirməliyik. Necə 12-yə gətirə bilərik? Sürət və məxrəcini 4-ə vuraraq. Burada da sürət və məxrəci vurarıq 3-ə. Deməli, burada olar A bölünsün B bərabərdir 8 bölünsün 12 və burada da olar B bölünsün C bərabərdir 12 bölünsün 15. İndi isə biz bunları götürə bilərik. A-nı bərabərdir 8K, B-ni bərabərdir 12K və C-ni də bərabərdir 15K. İndi bizdən nə istəyirlər? A + B + C cəminin ən kiçik qiymətini. Gəlin bunları toplayaq. Deməli 8, 12, 20, üstünə də 15 olacaq 35. 35K. Deyir ki, ən kiçik qiyməti. Biz burada uşaqlar adətən harda səhv edirlər? Ən kiçik deyən kimi gedib orası K-ya 0 verirlər. Xeyr, olmaz. Nəyə görə? Çünki burada bizə deyirlər ki, A, B və C natural ədədlərdir. Ona görə biz burada K-ya minimum nə verə bilərik? 1. 35 vurulsun 1, o da bərabərdir 35. Deməli, bu cəmin ən kiçik qiyməti 35 olar. X-in kvadratı çıxılsın 11 kiçikdir. 0 bərabərsizliyin ən böyük tam həllini tapın. 11-i keçirirəm o bir tərəfə. X-in kvadratı çıxılsın 11. Çıxılsın yox. Burada kiçikdir 0. X-in kvadratı kiçikdir 11-dən. İndi, məsələn, mən burada nə verə bilərəm? 3 versəm, olar 3-ün kvadratı 9. Deməli, 9 da kiçikdir 11-dən. Bunu ödür. Baxa görə 4 verəndə nə olur? Əgər 4 versəm, 16 kiçikdir 11 olur və bu da ola bilməz. Ona görə bu bərabərsizlik ən böyük 3 ola bilər. İndi bunun, məsələn, belə deyim də, müxtəsər kimi də açıb yazmaq olar. X çıxılsın kökün altında 11, x + kökün altında 11. Yəni, bu biraz, belə deyim də, həllin yolu uzanır. Ona görə daha qısa yolla belə yazmaq olar. Deməli, A bərabərdir 32 + 4n dərəcə bucağı. İti bucağı olarsa n'in ən böyük tam qiymətini tapın. Deməli, iti bucaq olması üçün bu bucaq 0-dan böyük, deməli 32 + 4n 90-dan da kiçik olmalıdır. İndi biz burada gəlin elə bunu götürək. 32 + 4n
kiçikdir 90-dan. 32-ni o bir tərəfə götürürük. 4n kiçikdir. Deməli 90-dan 32-ni çıxacağıq. O da olacaq 58 və n də kiçik olacaq. Deməli 58 tam bölünmür. 14/5 olacaq. Onlar da bizdən ən böyük tam qiyməti istəyirlər. Ən böyük tam qiyməti 14/5-dən kiçik olan 14 öyle. A parametrinin hansı qiymətində n bərabərdir 4 vurulsun 21-in üstündə A ədədinin 18 sadə vuruğu olar. Deməli, n bərabərdir 4'ü yazaram 2'nin üstündə 2 vurulsun 21'i də yazaram 7 vurulsun 3'ün üstündə A şəklində. Bu da bərabər olar 2'nin üstündə 2 vurulsun 3'ün üstündə A vurulsun 7'nin üzərində A. İndi uşaqlar, onlar bizdən soruşur ki, A'nın hansı qiymətində 18 sadə vuruğu olar. 18 sadə vuruğu deyirsə, bir var müxtəlif sadə vuruğu. Müxtəlif sadə vuruğu olanda 1, 2, 3 dənədir. Yəni 2, 3 və 7. Amma sadə vuruqları isə bu üstlərin sayını deyir bizə. Onun üçün 2 üstəgəl A üstəgəl A bərabərdir 18 olmalıdır. 2 üstəgəl 2A bərabərdir 18. 2A bərabərdir 16. A da bərabərdir 8. Həsənin 13, Yusifin isə 7 yaşı var. Neçə ildən sonra Həsənin yaşı Yusifin yaşından 1.5 dəfə çox olar. Deməli, buraya yazaq Həsən. Burada yazaq Yusif. Deməli, Həsənin 13 yaşı var, Yusifin 7 yaşı var. Neçə il sonra deyilirsə, hər ikisinin üzərinə tutan bir x ildir də. Hər ikisinin üzərinə gəlməliyik uşaqlar. Burada adətən bir dəfə x gəlinir, amma xeyr. Çünki hər ikisi böyüyür. Deyir, neçə ildən sonra Həsənin yaşı Yusifin yaşından 1.5 dəfə çox olar. Deməli, Həsənin yaşı Yusifin yaşındansa, bu bərabər olacaq 1.5. İndi 13 üstəgəl x bərabər 1.5'i 7'ye vuranda olacaq 10/5 üstəgəl 1/5x. X'i bu yana, bunu bu tərəfə gətirsək, 13 çıxılsın 10/5 bərabərdir 1.5x çıx x. 2.5 bərabərdir 0.5x və x də bərabər olacaq 5'e. Çevrənin mərkəzinin koordinatlarının cəmini istəyir bizdən. Gəlin biz əvvəlcə burada belə deyim də, ikəlinin kvadratını yaradaq. Deməli, x'in kvadratı üstəgəl 6x. Mən burada nə yazsam bunu ikəlinin kvadratı şəklində yaza bilərəm. Deməli, burada 2'ni nəyə vuranda 6 olur 3'ə. Deməli, burada 3'ün kvadratı olur 9. Əgər mən bura özümdən 9 əlavə eləyirəmsə, bir dəfə də çıxmalıyam. Sonra ikincidə üstəgəl y-in kvadratı çıxılsın 12y. Deməli, 2'ni nəyə vuranda 12 olur 6'ya. Deməli, üstəgəl 6'nın kvadratı 36, çıx 36 yazırıq və çıxılsın 4, bu da bərabər 0. Biz bunu yığa bilərik. X üstəgəl 3'ün kvadratı şəklində, üstəgəl bunu da yığa bilərik. Y çıxılsın 6 kvadratı və burada deməli -9, -36 və -4 bu olur bərabərdir. -49 olur. -49'da o bir tərəfə aparıram, olur müsbət 49. Deməli, bunu biz belə yaza bilərik də. X çıxılsın A''nın kvadratı üstəgəl Y çıxılsın B''nin kvadratı. O da bərabərdir Y''in kvadratı. Burada A və B mərkəzinin, çevrənin mərkəzinin koordinatlarıdır. Bizdə də A''nın yerində dayanıb deməli, belə deyim də, burada üstəgəl, burada əslində çıxdı, amma burada üstəgəl olduğundan deməli bizim A''mız neçə imiş? -3 imiş və burada da B'miz 6. Onlar da bizdən cəmi istəyirlər. -3 üstəgəl 6, o da bərabərdir 3. Əgər ki bizdən deməli radiusu istəsəydilər uşaqlar, burada r kvadratının yerində nə dayanıb? 49. 49 nəyin kvadratıdır? 7'nin. Deməli bizim radiusumuz da 7 olar. Deməli, baxaq növbəti suala. Ordinat oxunu bu nöqtəsilə kəsən bu funksiyanın qrafinin təpə nöqtəsinin koordinatları da var. A çıxılsın B fərqini istəyirlər bizdən. Deməli, bu nöqtələr gəlib burada yerinə yazsaq. Çünki deməli, bu ordinat oxunu bu nöqtədə kəsirsə, ordinat oxunu kəsəndə uşaqlar x'imiz 0 olur. Yox, əgər absis oxunu kəsirsə, y-imiz 0 olur. Gəlib bunu indi yerinə yazsaq, olacaq 23 bərabərdir. Burada x'in yerinə 0 qoyanda oldu 0, burada da oldu 0 və bərabər C. Deməli, biz C-ni tapdıq ki, 23'dür. Bir də təpə nöqtəsinin koordinatının belə bir düstur var uşaqlar. Y bərabərdir. A vurulsun, x çıxılsın
m'in kvadratı üstəgəl n. İndi bizdə burada təpə nöqtəsinin koordinatlarını veriblər. Y bərabərdir. A vurulsun. X çıxılsın 3 kvadratı üstəgəl 5. Həmin bu 0 və 23-ü gəlib burada yerinə yazsaq, A-nı tapa bilərik. Deməli 23 bərabərdir. A vurulsun. Burada 0 yazsaq, deməli 0 çıxılsın 3 elə -3. Kvadratı da 9 üstəgəl 5. Deməli 9A bərabərdir 18. A'mız da bərabərdir 2. A tapandan sonra rahatdır. Deməli gəlib yerinə yazsaq biz Y bərabərdir 2 vurulsun. X çıxılsın 3-ün kvadratı üstəgəl 5. İndi biz gəlin bunu açaq. 2-nin kvadratı şəklində Y bərabərdir 2 vurulsun. X-in kvadratı çıx 6x üstəgəl 9 üstəgəl 5. 2'ye vuraq açaq. Y bərabərdir 2x'in kvadratı çıxılsın 12x üstəgəl 18 üstünə də 5 gələndə üstəgəl 23. Sonra deməli biz A-nı tapmışıq. 2 C-ni tapmışıq. 23 və B-nin də yerində bizdə nə dayanıb? Çünki bizdə baxın nə veriblər? Bizim tənliyimiz buydu. Bizdə B-nin yerində nə dayanıb? 12, -12 hətta. Deməli bizim B-miz də -12'dir. Onlar da bizdən istəyirlər A çıxılsın B fərqini. Yəni 2 çıxılsın -12, o da bərabərdir 14. Növbəti suala baxaq. Deməli uşaqlar, burada mərkəzi O nöqtəsində olan çevrədə BA toxunandır, BC kəsən. Deməli AB-ni veriblər, BD-ni veriblər, CY-ni veriblər 3, Y də MY-yə bərabərdir. Bunlar da bir-birinə bərabər. MN parçasının uzunluğunu istəyirlər. Uşaqlar, biz burada həm toxunan xassəsindən, həm də kəsişən iki vətərin xassəsindən istifadə edəcəyik. Əvvəlcə gəlin toxunan xassəsindən istifadə edək. Deməli, nə idi? Toxunanın kvadratı, yəni 6'nın kvadratı bərabərdir. Kəsənin çevrədən kənarda qalan hissəsi vurulsun. Çevrənin ümumiyyətcə BC kəsənin ümumi uzunluğu. Deməli 3 üstəgəl x bərabərdir 36 bərabərdir 3 vurulsun 6 üstəgəl x. Burada 3 ilə 36 ixtisar gedər, olar 12 bərabərdir 6 üstəgəl x və x-imiz də bərabərdir, olar 6. Deməli buranı tapdıq biz 6. Sonra uşaqlar kəsişən iki vətərin xassəsindən istifadə eləsək nə idi? Deməli buralar bərabər olduğundan A deyək, yəni onda olacaq A vurulsun A bərabərdir 3 vurulsun 6'ya. A'nın kvadratı bərabərdir 18'ə. A da bərabərdir kökün altında 18. Bunu da biz belə yaza bilərik uşaqlar. Deməli kökün altında 2 vurulsun 9 şəklində. Buradan da bizim kökümüz çıxar, deməli bərabərdir 3 kökdə 2. A'mız 3 kökdə 2'dir. Amma onlar bizdən ümumi MN vətərinin uzunluğunu istəyirlər. Onda 2 dənə A. Yəni 2 vurulsun 3 kökdə 2, o da bərabərdir 6 kökdə 2. Və nəhayət sonuncu suala baxırıq. Bütün diaqonallarının sayı 9 olan düzgün çoxbucağlının bir daxili bucağını tapın. Uşaqlar, bütün diaqonalların sayı tapılır. Demək, n vurulsun, n çıxılsın 3 bölünsün 2. Onu da bərabərdir. Bizə veriblər 9. Çarpaz vurub açsaq, n vurulsun, n çıx 3 bərabərdir 18. İndi biz bunu kvadrat tənliyə də gətirib yaza bilərik. Burası da uzanır da. Məsələn, burada hansı iki ədədin hasili, məsələn, özündən 3 vaid böyük olanların özünün hasili 18. Bu olar 6 vurulsun 3. Başqa çünki elə bir ədəd yoxdur. Deməli, onda 6 vurulsun 3'dürsə, onda bizim n'imiz çıxır bərabərdir 6. N'imiz 6'dırsa, deməli, bizə nə istəyir? Bir daxili bucağını tapın. Özü düzgün çoxbucaqlıdır. Əvvəlcə gəlin baxaq görək bu 6 bucaqlının daxili bucaqlarının cəmi nə qədərdir? 180 vurulsun, n çıxılsın 6. N'imiz də 6. Deməli, yazaq elə 6 çıxılsın 2. Bu da bərabərdir 180 vurulsun 4. Bu da bərabərdir 184'ə vuranda deməli 0, 2, 720. İndi 720'ni də biz böləcəyik nəyə? 6'ya. Çünki 6 bucaqlı da düzgün çox bucaqlı olduğundan bütün bucaqları bərabər olacaq. 720'ni də 6'ya böləndə bərabər olacaq 120. Deməli bir daxili bucağı 120 dərəcəymiş.